Şimdi gördüm yani. Əlavə. Əlavə nədir? Tərifimdən dinlədim. Mən özündən son Əvvəl sözü tam izah edir də. Özündən əvvəl gələn söz deməyək. Özündən əvvəl gələn üzv və ya sözü, söz birləşməsini izah edib aydınlaşdıran. Demək, bax, hər şey ümumiyyətlə uşaqlar tərifdə gizlidir. Özündən əvvəl gələni neyir? Aydınlaşdırır. Aydınlaşdırır. İndi tərifi tətbiq edir. Misal üçün deyirəm, kəndə şükürlüyə getdim. Düzdür? Bax, ümumiyyətlə bu işarəni görürsənsə, deməli, burada əlavə olma ehtimalı 50%-dir. Baxırsan, kənd, yəni hara şükürlü. Düzdür? Burada nəyin əlavəsi var? Kəndə, tamamlığı. Kənd sözünün haraya? Hə, yer zərfliyi. Yer zərfliyinin əlavəsi var. Deməli, başa düşdüysə, bu bunu aydınlaşdırdı. Bəs biz əlavəni tapmaqda niyə çətinlik çəkirik? Uşaqlar, bir var əlavəli üzv, bir də var əlavəli tərəf. Bunda çətinlik çəkirik biz. Bilirik ki, aydınlaşdıran tərəfdir də, əlavə düzdür. Deməli, indi gəlirik bunu tapmağa. Əlavəli üzv deyəndə üzv. Üzv hansı üzvlərimiz var? Mübtəda, tamamlıq, təyin, zərflik, xəbər. Düzdür? Bütün üzvlərin əlavəsi ola bilir. Diqqətli olun. Bəs hamısının əlavəsi var. Yox, bu xəbər deyil, çaşdım. Belə zıl qoymuşdum xeylə. Və nətər tapacaq bu üzvün əlavəsidir, yoxsa tərəfin əlavəsidir? Bax, bu işarə var ha. Bu işarəni görürəm, baxıram, görürəm, bu bunu aydınlaşdırır. Demək, burada əlavə var. İndi görək, üzvün əlavəsi, tərəfin əlavəsidir. İşarədən əvvəlki sözü xəbərlə əlaqələndirirəm. Kəndə getdim xəbərdə düzdür. Kəndə getdim deyə bilirəm. Düzdür. Sual verir, haraya? Kəndə. İşarədən əvvəlki söz xəbərlə əlaqələnirsə, deməli, üzvün əlavəsi var. Başa düşdünüz? Başqa bir nümunə deyirəm. Ona Əhmədə söz dedim. Xəbər dedim. Hansı işarəni görsən? Tiredir. Hansını təhlil edəcəksən? Tiredən əvvəl sonranı? Mən tiredən sonranı. Bunu? Mən bunu. Bunu. Nə ilə əlaqələndirsən? Xəbərlə. Əlaqələndir. Ona dedim. Deyə bilirsən. Deməli, burada ona, yəni Əhmədə, xəyalımda vururum, yəni Əhmədə aydınlaşdırır da. Deməli, burada nəyin əlavəsi var? Tamamlığın əlavəsi var. Başa düşdünüz? Bundan əvvəlki sözü əlaqələndirsən, deməli, tamamlıq üzvdür. Nəyin əlavəsi var? Üzvün əlavəsi var. Başqa bir nümunəyə baxaq. Ora dağın başına çıxanda yıxıldım. Buyur, xəbəri tap. Yıxıldım. Gəlsən görsən nə var? Tre. Tredən əvvəl təhlilirsən, sonranı əvvəli. Əlaqələndir. Əlaqələndir. Deyə bilirsən. Görsən, əlaqələndirməmiş deyə bilmərik yer zərfliyi. Ora yıxıldım deyəmirsən. Deməli, burada cümlə üzvün əlavəsi var, yoxdur? Yoxdur. İndi bax. Nəylə əlaqələndir və bu söz? Ora çıxanda feili bağlara görürsən. Keçən səvər dedik. Müftədadan başqa mən yıxıldım. Müftədan yoxdur da, buraxılıb düzdür. Ora çıxanda müftədadan başqa bu feilin təsvirlənməyə formalarını görürəmsə, deməli tərkib yaradacaq. Ora çıxanda deyə bilirəm, nə zaman
ora çıxanda. İndi burada yer zərfinin əlaqəsi var, yoxsa tərəfin əlaqəsi var? Tərəfin əlaqəsi var. Başa düşdünüz? Yəni, treni görürəm, axtarıram görüm əlavə var, yoxdur. Və tredən əvvəlki sözü xəbər ilə əlaqələndirirəm. Başqa bir nümunəyə nəzər salaq. Misal üçün deyirəm ki, dağların bazar düzünün ətəkləri çiçəklərlə bəzənib. Xəbərin nə olacaq xəbər? Bəzənib. Nədir? Nə danış? İndi baxaq. Nə görürsən burada? Danışsan, Allah evincisin. Təzən nə görürsən burada? Nə? Sən bunu görürsən. İndi nə edirsən? Nəyə əlaqələndirəcəksən? Bunu əlaqələndirsən buna? Bunu. Əlaqələndirərəm. Dağların bəzənib deyə bilirsən, hə? Dağların bəzənib. Nələr deyə bilirsən? Sənin dağların demirəm axı. Sənin dağların bazardüzün ətəkləri çiçəklərlə. Sənin dağlarındır. Dağların bazardüzün ətəkləri çiçəklərlə bəzənib. Olmuş xəbərlə əlaqələnmir. Düzdür? İndi bu nədir? Yəli hal. Yəli hal neçənci nöqtə-i yaradır da? Üçüncü nöqtə-i. Axtarım mənsubiyyətini tapın da. Bəli, dağların ətəkləri. Nə bəzənib? Dağların ətəkləri. Bütövlükdə müftədə olur. Nəyin əlavəsi var? Birinci tərəfin. Üçüncü nöqtə-i birinci tərəfin. Deməli, uşaqlar, treni görən kimi özündən əvvəl nə ilə əlaqələndirməliyik? Xəbərlə. Xəbərlə əlaqələndirilirsə üzvün əlavəsidir, əlaqələndirilmirsə nədir? Tərəfin əlavəsidir. Uşaqlar, dedik ki, əlavənin birinci işarəsi tiredir. Digər bir işarəsi virgül, yəni. Mən qutarda da. Hə, bu qədər. Həqiqi. Allah'ın olsun. Əla. Sən? Sən də. Başım otur deyə bilməm.